regionda baş verən hadisələr sözsüz ki, Amerika Birləşmiş Ştatları rəhbərliyinin diqqət mərkəzində olub həmişə. Sadəcə olaraq Donald Trump birbaşa olaraq praktiki addımlar atıb. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz məsələsinə ən böyük dövlətlərdən olan həm də Çin ciddi şəkildə maraq göstərir, diqqət yetirir. Çünki bu ərazilərə, bu regiona, o cümlədən məsələn Gürcüstandır, İrandır, bu ərazilərə kifayət qədər böyük investisiya yatırır Çin. Bununla yanaşı biz bilirik ki, Türkiyənin də yəni həyati əhəmiyyətli marağı var bu regiona və Türk dünyasına qapı açmağa çalışır. Eyni zamanda biz bilirik ki, Rusiya bu ərazilərə nüfuz etməyə davam etmək istəyir, amma son hadisələr də göstərir ki, Rusiya kifayət qədər zəifliyib bu istiqamətdə. Üstəlik nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları həm də İsrail məsələsini nəzərə almaqla Türk dünyası və İsrailin əlaqələrini gücləndirmək istiqamətində çox böyük səy göstərir, maraq göstərir və bu da ki, bütövlükdə gətirib ona çıxarır ki, Amerika Birləşmiş Ştatları məhz Cənubi Qafqaza, Zəngəzur dəhlizi məsələsinə kifayət qədər böyük diqqət və maraq göstərir. Üstəlik nəzərə almaq lazımdır ki, bütün dünya siyasətinə diqqət yetirsək, Amerika Birləşmiş Ştatları həmişə çalışıblar ki, məhz bu tipli kommunikasiya xətlərinə, istər neft boru xətləri olsun, hətta Afrikada olsun, Asiyada olsun, yaxud deyək ki, sırf belə layihə şəklində həyata keçirilən Zəngəzur dəhlizi formasında belə kommunikasiya xətlərinə olsun, Amerika Birləşmiş Ştatları həmişə çalışıb ki, o dəhlizlərə müəyyən mənada nəzarəti əldə saxlasın. Sabir müəllim, bugün Birləşmiş Ştatların Cənubi Qafqaza olan diqqəti və fərqli yanaşması Azərbaycan üçün nə vəd edir? Bu vaxta qədər deyirdilər ki, Azərbaycan ümumiyyətlə Qərblə əlaqələrini zədələyir və zaman-zaman bu tərzdə ittihamlar da olurdu. Biz Qərb mediasında anti-Azərbaycan ritorikasında yüksəldiyini görürdük. Politika nəşri yazırdı. Digər nəşrlər Guardian'da görürdük ki, bəzən Azərbaycanın mövqeyi ilə bağlı hətta Zəngəzur məsələsində çox sərt bir mövqe sərgilənirdi ki, Azərbaycan girəcək ora zorla həmin o əraziləri alacaq. Amma bu mərhələ artıq yekunlaşdı və Azərbaycan dediyi kimi də etmədi bunları. Bundan sonra bəs, yəni Birləşmiş Ştatların bu qədər yumşaq mövqeyindən sonra bizi həmin o mediada da, Qərb yanaşmasında da bir dəyişikliyin baş qaldıracağını görəcəkmi, yoxsa xətt təxminən eyni olacaq? Nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi o dərəcədə güclü idi ki, Qərb mediası da, Qərb diplomatiyası da kifayət qədər belə ehtiyatla yanaşırlar ki, Azərbaycan yəqin ki, siz qeyd etdiyiniz kimi bu əraziyə müdaxilə edəcək. Çünki Azərbaycanın üstünlüyü kifayət qədər güclüydür. Və bu baxımdan da Azərbaycanın pressingi, yəni təzyiqi də Ermənistana qarşı kifayət qədər ciddidir və nəzərə alınırdı. Bütün bunları nəzərə alaraq Qərb diplomatiyası həm də öz ölçüləri ilə yanaşırdı ki, yəqin ki, Azərbaycan bu tipli addımlar atacaq, amma nəzərə almaq lazımdır həm də onun üçün istər Avropa İttifaqının aparıcı dövlətlərindən olan Fransa dəfələrlə bu ərazilərə müdaxilə etməyə can atırdı və ona görə də belə qızışdırma bir mövqeyi sərgiləyirdi. Bununla yanaşı, yəni onların bu tipli Azərbaycana qarşı əks mövqe sərgiləməsi və həmişə Azərbaycana ehtiyatlanması məsələsi müəyyən mənada belə ənənəvi şəkildə görünən idi. Amma reallıqda Azərbaycan rəhbərliyi dəfələrlə vurğulamışdı ki, Azərbaycan bütün prosesləri özü üçün əsasən həll edib, indən sonra diplomatik yollarla bütün başqa problemləri həll etməyə çalışacaq. Ona görə heç bir müdaxiləyə deməli maraq göstərmir. Bu vəziyyətdə sözsüz ki, Amerika Birləşmiş Ştatları da bu prosesdə həm maraq göstərdiyi üçün şərait yarandı. Həm də nəzərə almaq lazımdır ki, Rusiya bu ərazilərdə kifayət qədər qarışdırıcı, qızışdırıcı bir rol oynadı. Son dövrlərdə kifayət qədər belə bir kəskin addımlar atdı. Amma üstəlik reallıqda
hansısa bir müsbət addım, yəni o 9-10 noyabr bəyanatından irəli gələn hansısa müsbət mesajlar, addımlar atmağa can atmadı Rusiya və reallaşdırmağa çalışmadı həmin o bəndləri. Belə olan vəziyyətdə sözsüz ki, proses uzandı və Amerika Birləşmiş Ştatları bu proseslərdən istifadə edib, üstəlik də ki, region dövlətlərin maraqlarına çıxış edərək, məsələn, həm də Ermənistan-Rusiya münasibətləri deyək, Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətindən çıxarış edərək, deməli, bu əraziyə maraq göstərdi və Azərbaycan da belə bir imkanı, Amerika Birləşmiş Ştatlarının bu prosesə cəlb etmək imkanını heç də belə buraxmadı, əldən vermədi. Ona görə də bu ərazilərlə əlaqədar olaraq Amerika Birləşmiş Ştatlarını dəvət etdi bir növ diplomatik şəkildə, çünki kuluslarda bu kifayət qədər geniş danışırdı və həmin region dövlətlərini, o cümlədən Türkiyəni, deməli, Ermənistanı, Azərbaycanı və sözsüz ki, Orta Asiya dövlətlərinin də maraqlarına cavab verən olan monster, belə bir beynəlxalq qüvvə Amerika Birləşmiş Ştatları nəzərdə tuturam. Onların bu prosesə cəlb edilməsi sözsüz ki, həm Çini, həm də Rusiyanı kifayət qədər neytrallaşdırmış oldu. Amma məsələ burasındadır ki, bu prosesin özündə qaranlıq məsələlər çox qaldı.